Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdiyi əzmkarlığa görə təşəkkür edirəm. Qəlbi münasibət təbrik edirik. Hər iki komanda çox yaxşı mübarizə apardı meydanda. Bir-birinə meydanda rahat oynamağa imkan vermirdi. Bu normaldır. Aşağı yuxarı iki eyni səviyyədə komandadır və ikisi də Avrokuboklara iddialıdır. Və o yüzden də meydanda daha çox mübarizənin olması normaldır. Vacib olan burada intizamı sona qədər qoruyub saxlayıb qələbə qazanmaq idi ki, şükür olsun Allaha qələbə qazandıq. Üçüncü devrədən öncə çox istirdik ki, bu oyunda qələbə qazanaq. Qış fasiləsindən sonra ikinci devrədən bizdə çox ağır bir qrafik qalmışdı. 6 oyundan 4-ü, 5-i Avrokuboka namizədlər və 4-ü səfərdə idi. Və belə götürsən, ümumən 6 oyundan 10 xal daha da çox ola bilərdi, istəyərdik, amma 10 xal da pis nəticə deyil. İndi 2 gün, 3 gün sonra bizi Sumqayıta qarşı olduqca vacib kubok oyunu gözləyir. Artıq bütün fikrimizi, diqqətimizi oyuna verməliyik. Ondan sonra artıq 3-cü devrəyə hazırlarımıza başlayacağıq. Çox sağ ol. Sumqayıt son vaxtda Qaracıoğlandadır və bu gün də böyük saxlanır burada komandalardan birinə. Artıq demək olar ki, Avrokuboklar uğrunda mübarizə apardığımız rəqiblərdən biri yavaş-yavaş mübarizədən kənarlaşır. Yox, qəti bundan razı deyiləm. Mən də oyuna baxırdım. Qırmızı karta qədər Sumqayıt yaxşı oynayırdı, yaxşı futbol oynayırdı. Kəpəz sadəcə olaraq hücumlarda, əks hücumlarda çox təhlükəli oldu və əlinə düşən hər fürsətdən yaxşı istifadə elədi. Azlıqda qalandan sonra aydın məsələ idi. Oyunu dəyişməyə, çevirməyə çətin olacaqdı. Mən məşqçi də bu oyunda çoxlu rotasiyalar elədi və demək olar ki, biz rəqibi 3 gün sonra öz aramızdakı oyunda yorğun gözləmirik. 4-1-də aramızda oyun var, 4-1-in cavab oyunu və indi hal-hazırda çempionat elə gedir ki, hər hansısa bir xal üstünlüyü gələcəklə bağlı proqnoz verməyə imkan vermir. Başa düşürük ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq ki, sonda istədiyimiz nəticəyə çata bilək. Çox sağ olun. Davamlı olaraq Sumqayıt bugün uzmanlığı demək olar ki, çempionatdakı vəziyyətini pisləşdirdi. Yəni, belə götürəndə əsas ümid kuboka qalır. Yəni, düşünürük ki, bu məqam sizlərin işini daha da çətinləşdirir. Təbii olaraq biz də başa düşürük ki, kuboka daha istəkli olacaqlar, daha motivasiyalı olacaqlar. Bəlkə təsadüfdür, bəlkə də mənə elə gəlir, dəyişikliklərdə də artıq qırmızı kartdan sonra Sumqayıtın məşqçisi kuboku düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım elə eləyərdim. 3-0, 10 nəfər. Amma biz bugün çox güc sərf elədik, o yüzden də tez bir zamanda bərpa olmalıyıq kubokun cavab oyununa.